Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün inşallah yeni test topsundan məhlullar, həll olma əmsalını deməli test topsu üzrə izah edəcəm inşallah. Başlayaq birinci sualdan. Birinci sualda hansı maddə suda həll olmur? Biz bilirik ki, çöküntülər suda həll olmur. Çöküntü hardadır? C variantında. Doğru cavab olar onda burada. C variantı. 2. Temperaturun azalması ilə qazların həll olması necə dəyişir? Əzər, mən bilirəm ki, temperatur qazların həll olması ilə tərs mütənasib. Yəni temperatur artanda həll olma azalır, temperatur azalanda qazların həll olması artır. İndi burada temperatur azaldıb, onda həll olma nə edəcək? Artacaq. Doğru cavab olacaq Y variantı. 3. Təzyiqin artırılması ilə bərk maddənin həll olunması necə dəyişir? Biz bunu tarazlıq dərsində demişik ki, bərk maddəyə təzyiq təsir etmir. Yəni asılı deyil də əziz insan. Doğru cavab nə olacaq burada? Dəyişməyəcək. C variantı. 4. Təzyiqin azaldılması ilə qazların suda həll olması necə dəyişir? Mən bilirəm ki, təzyiq ilə qazların həll olması düz mütənasibdir. Yəni təzyiq artanda həll olma artır, təzyiq azalanda həll olma azalır. İndi burada təzyiq azalıbsa, həll olma nə edəcək? Azalacaq. Doğru cavab olar Y variantı. 5. Temperatur artdıqda hansı halda hər iki maddənin həll olması artır? Mən bilirəm ki, temperatur ilə düz mütənasib olan bərk maddələr, yəni bərk maddələrin temperaturu artdıqca həll olması artır. Onda burada bərk maddə hansıdır? D variantına baxın, duzlar, kalium xlor, natrium brom yerdə qalır. CH4-dür, karbon qazdır, C2H6-dır, bu nə bilim CO2-dür. Bunlar hamısı nədir əzizlərim? Qazdır. Tərs mütənasibdir. 6. Təzyiq artanda hansı halda hər iki maddənin suda həll olması artır? Onda əzizlərim, bunlar qaz olmalıdır ki, bunlar düz mütənasibdir axı. Təzyiq artırsa, həll olmarsa, deməli bu qazdır. Qaz hansı variantdadır? Y variantında. Doğru cavab olar onda 6-da Y variantı. 7. Hansı maddələrin həll olması təzyiqdən asılı deyil? Biz dedik ki, təzyiqdən asılı olmayan bərk maddələrdir. Bərk maddədə duzlardır. Yəni Y variantı. 8. Hansı maddələr suda həll olmur? Suda həll olmayanlar əzizlərim. Mis 1, mis S-dir, bəli. Bir də dəmir S-dir. Doğru cavab olar Y variantı. Hansı maddələr, yəni çöküntülər həll olmur? Hansı maddələr suda həll olur? Çöküntüləri çıxsaq, yerdə qalanlar həll olandır. Mis S-dən dəmir S gedər, yerdə qalar 2 və 3 B variantı. Hansı maddələrin məhlullarını qızdırdıqda kütlə payı artar, əzizlərim. Kütlə payı artar. İndi baxım birinci, 2-yə. Məsələn, mən bilirəm ki, nitrat turşusu qızdırdıqda uçucu turşusu, yəni parçalanır, uçur gedir qaz kimi. Ona görə kütlə payı nə edir? Azalır. Bir də amonium OH verir burada, bax. Amonium hidroksid. Mən bilirəm ki, əzizim, bunu qızdıranda bu nəyə parçalanır? Amonyak qazına parçalanır. Bu da uçur gedir. Təbii kütlə payı azalır. Onda yerdə qalan artar da 1, 4. Doğru cavablar 1 və 4. İndi deyir 11-də hansı maddələrin məhlulunu hazırlamaq olmur? Uşaqlar, çox uşaq burada çaşır. Əgər hazırlamaq olmursa, deməli bu reaksiya daxil olur. Məsələn, natrium hidridə baxın burada. Natrium hidrid mən bilirəm su ilə reaksiya daxil olur, düz deyil. Onda mümkün deyil ki, mən bunu suda məhlulunu hazırlayayım. Bir də kalsium karbid var. Kalsium karbid də su ilə reaksiya daxil olur. Bu da mümkün deyil ki, əzizlərim. Burada suda məhlul hazırlayım. Hansını hazırlaya bilərəm? Suda həll olmasın. Bir ki, yəni suda yaxşı həll olsun, amma reaksiya daxil olmasın. İndi əzizlərim 12-yə baxaq. 20 dərəcədə hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olur? Suda həll olursa, onda bu çöküntü olmasın. Çöküntüləri çıxaram, barium SO4-dür. Mən bilirəm kalium sulfat, dəmir 2 sulfat nədir? Çöküntü deyil. Onda doğru cavab 1 və 3. Hardadır 1, 3? A variantında. 12 olar A variantı. 13 də eyni sualdır. 20 dərəcədə hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olur? Suda tam həll olursa, yəni çöküntüləri mən çıxım, çöküntü suda həll olmur. Doğru cavab olarında 2 və 3. Y variantı sing SO4 və natrium SO4 bunlar suda həll olan duzlardır əzizlərim. 14. Həll olma əmsalı nədir? Həll olma əmsalı demişdik ki, müəyyən temperaturda 1000 milli həllicidə həll olan maddənin qramlarla miqdarına hardadır? C variantında. Deməli 15. Həll olma əmsalının vahidi qram bölünsün litrdir bu heç. Deməli 16-ya baxaq uşaqlar. 170 qram suda maksimum 112 litr amonyak həll olunduğu bilərək bu maddənin həll olma əmsalını tapın. Aha. Həll olma əmsalının düsturunu necə idi? KH bərabərdir.
həll olan maddə bölünsün su, vurulsun min. Gözəl insanlar. İndi mənə biri qram verib, birində litr verib, yəni həcm verib. Mən bilirəm qramla həcmi qarışdıra bilmərəm. Neynəməliyəm? Həcmi çevirməliyəm qrama və yaxud da mola çevirim birinci. Əzizlərim. 112 litr neçə mol deməkdir? Bölərəm 22,4-ə. Bilirəm ki, bu 5 moldur. Düz deyil. 5 mol yəni N amonyak. İndi mən moldan da nə edirəm? Qram qarışdıra bilmirəm. Bax, molu da çevirim qrama. Yəni 5 mol amonyak neçə qramdır? 17-yə vurursam 85 qram. Düz deyil. Yəni həll olunan maddə nədir burada? Həll olunan maddə 85 qram. Su nə qədərdir? Suyu da verib öz 170 qram. Düz su nəyə bərabərdir? Həll olunan maddə bölünsün su, vurulsun 1000. 1000 yazaq bura. KH bərabərdir. Həll olunan maddəni tapmışam 85. Su nə qədərdir? 170 vurulsun 1000. Burada neçə eləyir? 2-də 1, bu da eləyər 500. Doğru cavablar burada əzizlərim 500. Deməli baxaq 17-ci suala. 17-ci sualda 50 qram duz müəyyən temperaturda 200 ml suda həll olaraq doymuş məhlul əmələ gəlir. Bu duzun həll olma əmsalını tapın. Yenə yazıram. KH nəyə bərabərdir? Həll olan maddə bölünsün su. Vurulsun 1000 gözəl insanlar. KH bərabərdir. Həll olan maddə neçədir? Həll olan maddə həmişə duz olur, əzizlərim. Həll olan maddəni verib duz. Su nə qədər? 200 ml verib. Vurulsun 1000. Buradan da gedər 5 dəfə, bu da eləyər 250. Onun da həll olması olur duzun 250. 17-ci sual B variantı. İndi keçək 18-ci sual. Müəyyən temperaturda duzun suda doymuş məhlulu 250 qramında 50 qram duz var. Bax, deyir ki 250 qram məhluldur. Bunun 50 qramı duzdur. Görək nə qədər su var burada. Suyu tapdım 200. Düz deyil. Onsuz həll olan maddə duzdur. Yəni həll olan maddəni də bilirəm burada. Nədir? 50 qramdır. KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. KH nəyə bərabər olacaq? Həll olan maddə məlumdur, 50-dir. Su nə qədərdir? 200. Vuracam 1000-ə. Doğru cavab eləyəcək 250. B variantı 18-də. İndi isə gözəl insanlar keçək deməli 19-cu suala. Müəyyən temperaturda duzun doymuş məhlulun 320 qramında 120 qram duz var. Aha, məhlul 320 qram verib. Deyir ki, bunun 120 qramı duz. Çıxaq görək nə qədər suya qalır. Qalır 200 ml su. Düz deyil. Həll olunan maddə onsuz duzdur, əzizim. Verib. Həll olunan maddə 120-dir. KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. KH da bərabərdir. 120 bölünsün neçəyə? 200-ə vurulsun 1000-ə. Bu da eləyər 600. Doğru cavablar 600. İndi baxaq tez 20-ci suala. Hansı qrafik natrium nitrat və SO2-nin suda həll olmasının temperaturdan asılılıq qrafiğini göstərir. Bax, temperaturu verib, bir də suda həll olmasını verib əzizim. Mən bilirəm ki, natrium nitrat nədir? Bərk haldadır. Bax, natrium nitrat duz da bu bərk haldadır. Bərk. SO2 mən bilirəm ki, qaz haldadır. Düz deyil. Mən bilirəm ki, deməli, temperaturdan bərk maddə düzmü tənasübdür? Yəni, temperatur artanda artır həll olması. KH yazaq. Bəs qazı da mən bilirəm ki, temperatur artanda həll olması azalır əzizim. Temperaturdan tərs mütənasibdir. İndi baxıram bura 20-ci suala. 20-ci sualda deməli A-ya baxıram. A-da deyir temperaturdan asılıdır. Səhvdə axı temperaturdan dedim tərs mütənasibdir SO2. Burada da natrium nitrat, yəni duz verir, tərs mütənasib azalıb. Azalmıraq artır. A ümumiyyətlə səhvdir. B variantı ikisini də verib asılı deyil. Ümumiyyətlə bu da səhvdir. C variantında deyir temperatur artanda SO2-nin həll olması artır. Səhvdə axı dedim qazlarda azalır. Bax tərs mütənasibdir. Bərkdə də burada verib azalır. Bu da səhvdir, artır. Bu da getdi. D-yə baxın. Natrium nitratda deyir temperatur artanda həll olması artır. Düzdür. Qrafik düzdür. SO2-də azalmalıdır. Çünki qazdır axı. Bəli. Doğru cavablar onda D variantı. İndi isə keçək 21-ci suala. 21-ci sualda eyni sualdır. Mən bilirəm ki, kalium nitrat bərk. Bu nədir? Qaz. Temperaturdan bu düzmü tənasübdür? Düz. Bu da tərs. Всё. İndi doğru cavab burada nə olacaq? Baxaq. Deməli, temperatur artanda bərk maddənin həll olması artır. Yəni, kalium NO3 artmalıdır. Qaz nə etməlidir? Azalmalıdır. Burada da qaz azalır. Belə doğru cavablar
C variantı. Burada məsələn A-da əksinə verib. B-də karbon qazı deyir, temperatur nasıl deyil. Yəni qaz dedi vaxt temperatur artanda həll olmağa neyinir? Azalır, yəni asılıdır. Burada da səhvdir, Y-də də səhvdir. Burada da asılı deyil yazıb. Doğru cavablar C variantı. 22-ci sual, maraqlı sualdır. Çox şax, çaşır, duru və qatı doymuş məhlullar əzizlərim. İndi burada söhbət nədir? Birincisinə deyir duru və qatı. Mən bilirəm ki, qatı məhlul olması üçün bu deməli suda həll olmalıdır. Düz deyil. Necə ki, məsələn, mən şəkəri suda həll edəndə hər dəfə atanda qaşıqdan bir şəkər neyinir? Qatlıq artır da, düz deyil. Məhlul qatılaşır. Amma mən götürüm nə qədər qumu suya töksəm həll olmur axı qum suda. Elə duru olaraq da qalacaq su. Nə üçün? Çünki suda həll olmur, yəni tərkibində qarışmır. Ona görə əzizlərim, suda həll olmursa, bu olur duru məhlul. Suda həll olursa, bu olur qatı məhlul. İndi burada çöküntü mən bilirəm hansılardır. Çöküntü. Bir dənə kalsium SO4 var, çöküntüdür. Bir də maqnezium SO4 var. Bu da nədir? Gözəl insanlar çöküntü, daha doğrusu üzr istəyirəm, gümüş SO4. Gümüş SO4 çöküntü. Gümüş SO4, bir də kalsium SO4. Bunlar bilirəm çöküntüdür. Yəni mən bax qaba bir dənə su töküb, çöküntü harda? Qabın dibində də, düz deyil. Yəni mən bunun üçün nə qədər kalsium SO4-də töksəm, suda həll olmur axı. Yəni bu duru olaraq qalır su. Ona görə biz deyirik buna duru məhlul. Amma maqnezium SO4-dür, mis SO4-dür. Bunlar suda həll olur deyə aydın oldu. Bunlar məhlulun tərkibində qarışır, qatılaşır. Necə ki, şəkər və yaxud da duz həll olanda qatılaşırsa, eyni miqdarda bunlar da qatılaşır. Aydın oldu. Onda duru məhlul olacaq çöküntüyə aid. Yəni 1-2 duruya gedir, 3-4 həll olanlar gedir qatıya. Doğru cavab olar A variantı. Keçək 23-cü suala. Hansı maddələrin suda doymuş məhlulu qatıdır gözəl insanlar? Suda doymuş məhlulu qatıdır. Yenə deyirəm, suda həll olursa, bu olacaq qatı. Həll olmursa, bu olacaq nə? Duru. Onda burada həll olmayanlar çıxaq. Həll olmayanlar hansıdır? Bir maqnezium hidroksiddir, bir də kalsium SO4 çöküntü həll olmur. Doğru cavab olar 2 və 3. 2, 3 hardadır? Y variantında. 24-cü sual. 24-də hansı maddələrin doymuş məhlulu durudur? Aha, durudursa, deməli bu çöküntüdür ki, bax çöküntüdür ki, yəni bunlar nə qalır axı məhlulun dibində çökür qalır. Nə qədər töksəm bu qarışmır axı, ona görə məhlul duru qalır. Çöküntülər hansıdır burada? Gümüş xlor və kalsium SO4. Doğru cavab olar 2 və 3. 24-də A variantı olacaq. 25-ci sual. A qram maddə B qram suda həll etdikdə alınan məhlulda maddənin həll olunma əmsalını tapın. Yaxşı. Həll olunma əmsalını düsturunu yazıram. Nəyə bərabərdir? Həll olan maddə bölünsün su, vurulsun 1000. Düz deyil. İndi əzim A qram maddəni verib, suyu nə qədər verib B? Yazıram. KH bərabərdir. KH bərabərdir. Suyu nə qədər verib B? Düstura əsasən B-ni qoyuram məxrəcə. Həll olan maddə neçədir? A qram. A-nı da qoyuram sürətə, vurdum 1000-ə. Belə bir variant var. İndi bu 1000 də qalxacaq hara? Sürəti. Yəni 1000A bölünsün B. 1000A bölünsün B hardadır? Y variantının 25-də. 26-cı sual. 26-cı sualda məhlulları qızdırdıqda ilk anda onlardan ayrılan XY maddələrini müəyyən edin. Nəzim. Mən bilirəm ki, sulfat uçucu deyil. Mən bunu qızdırsam, buradan su ayrılar çıxar. Amma H-xlor məhlulda da olsa qaz halında olur əzizlərim. Qaz neyinir? Qızdıram. Uçub gedəcək də qaz uçucu maddədir. Ona görə nə olur? X-dan su ayrılar, X-dan su. Yəni buradan su, bu da qaz olduğu üçün elə özü ayrılar gedər məhluldan. Su və H-xlor hardadır? A variantında. 27. 60 dərəcədə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürmüş maddələrin kütlənin artma sırasını göstərin əzizlərim. 60 dərəcədə baxaq. 60 dərəcə bura düzdür. KH ilə burada həll olunan maddənin kütləsi də indi artırsa ən çox hardadır? Bax, ən çox görürəm ki, bax 60 dərəcədə 600 həll olub. Hansı? Amonium xlorid. Ən az hansı həll olub? Ən az həll olan, bax elə natrium xlordur. Ondan biraz çox mis SO4-dür. Yəni artma sırası olar ilə natrium xlor, mis SO4, NH4, xlor, yəni amonium xlorid. Natrium xlor, mis SO4. Doğru cavab olar ilə A variantı 27-də. Demək, bax bu nöqtə qoyduğum yerlərə baxın. Artma kütlələrini görəcəksiniz. 28-ci sual. Müəyyən temperaturda 250 qram 20% duz məhlulun üzərinə 10 qram da duz əlavə edib,
və qısacası məndən həll olma əmsalını soruşur. Birinci 250 qramı mən 20%-ni tapım. Görün burada nə qədər duz var. Burada eləyir, deməli 5də 1, yəni 50 qram burada duz var, gözəl insanlar. Bəs nə qədər su var? 250-nin 50 qramı sudursa, çıxaram, taparam 200 də burada su var. İndi mənə deyir ki, 50 qram duzun üzərinə 10 qram da həmin duzdan əlavə etmişəm. Düz deyil. Nə qədər olub duzum? 60. İndi KH nəyə bərabərdir? Həll olan maddə bölünsün su. Vurulsun 1000. KH da bərabərdir. Həll olan maddə 60 tapmışam. Yəni duz. Bölünsün su nə qədərdir? 200. Vurulsun 1000. Bu da eləyər əzizlərim 300. Belə variant var. Bəli, Y variantı. İndi keçək 29-cu sual. Eyni tipli sualdır. 250 qram 20% duz məhlulu verib. Yəni deyir ki, 250 qram məhlulun 20% duzdur. Tapaq görək nə qədər duzdur? 20%-ni hesablayaq 250-nin. Tapacam burada 50 qram nə var? Gözəl insan, duz. 250-nin 50 qramı duzdursa çıxaram, taparam 200 milli su. Düz deyil. Suyu tapdım mən. Yəni düzsürdə suyunu tapdım. Deməli, deyir ki, duzun üzərinə 70 qram da duz əlavə etmişəm məhlula. Daha doğrusu məhlula 70 qram duz əlavə etmişəm. Məhlulda onsuz 50 qram duz var idi. Bir 70 qram da tökdüm. Nə qədər oldu duz? 120 qram, düz deyil. KH nəyə bərabərdir? Həll olan maddə bölünsün su. Vurulsun 1000. Fisyo. KH da bərabər olar. Həll olan maddə mən tapmışam. Neçə? 120. Bölünsün. Suyu nə qədər tapdım? 200. Vurulsun 1000. Bu da gedər 5 dəfə eləyər 600. Doğru cavab olar 600. D variantı. İndi isə keçək tez 30-cu suala. 400 qram 20% duz məhlulu. Bax, yenə deyirəm, 400-ün deməkdir ki, 20% duzdur. Tapırsan birinci 400-ün 20% duzdur. Bax, bunu hesablayaq. Nə qədər eləyir? Eləyir 80. Yəni 80 qram burada duz var, gözlənirsən. Duz. Ondan sonra deyir, doymuş hala gətirmək üçün məhluldakı suyun yarısını buxarlandırdım. İndi gözlənirsən, bax 400 qram məhlulu idi, bunun 80 qram duzdur. 400-dən sən 80-ə çıx, tapaq görək nə qədər suyumuz var əlimizdə. Tapdın ki, 320 qram su var, düz deyil. Deyir ki, suyun yarısını buxarlandırmışam axı. 320-nin yarısı buxarlanıb, yəni bölüb 2-yə, yarısı da 160. 160 qram su oldu ki, bu 120 getdi. 320 getdi daha doğrusu. 160 getdi, 162 qaldı. Düz deyil. İndi KH nəyə bərabərdir? KH bərabərdir həll olan maddə bölünsün su. Vurulsun 1000. Yəni KH da buradan çıxacaq. Həll olan maddə 80-dir. Su nə qədər qalıb? 160 vurulsun 1000. Bu deyilər neçə? 2-də 1, 500. Doğru cavab olar 500 gözəl insanlar. İndi isə keçək 31-ci suala. Deməli 800 qram 20% duz məhlulunu verib. Yəni deyir ki, 800 qramın 20% duzdur. Neçə qram eləyir bu? 160 qram, düz deyil. Yəni 160 qram duz var. Baxaq görək su nə qədərdir? 800 qram məhlulun 160 qramı duzsa nə qədər suya qalır? Deməli 640 qram su, düz deyil. Bunu da tapdıq su. Və bizə deyir ki, məhlulda suyun yarısı buxarlanıb. Yəni 600 qram, 640-ın yarısı nə qədər eləyir? 640-ın yarısı 320 eləyir. Yəni 640 var, bunun 320 qramı buxarlanıb. Nə qədər qalıb? 320 qram su. Su. Yəni mənim qabımda 160 qram duz, 300 qram da su var. Bu getdi. 640-ın yarısı getdi. İndi KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. Düz deyil. KH bərabər olacaq nəyə? 160 qram, yəni həll olan maddə 160-dır. 320 sudur. Vuracam 1000-ə. Bu da eləyir 2-də 1, bu da eləyir 500. Doğru cavab olar 500. Hardadır? A variantı. İndi baxaq 32-ci suala. Demək, qrafik əsasən X maddəsinin həll olma əmsalını verib, temperaturu verib 20 dərəcə, heç temperatur lazım deyil. Deməli, gözlənsin. Bax, məhlulun kütləsi neçə qramdır? Verib də 200, düzdür. Məhlulu verib bizə neçə? 200. Bəs həll olan maddə nə qədərdir? M qram verib. Yaxşı. Əgər 200 qram məhlulun varsa, bunun M qramı həll olan maddəsi su nə qədər qalar? Yəni, qardaş, 200 deməli,
milli məhlulun var, düzdür? Bunun m qramı həll olunmadı. Tutaq ki, duzdur. Bəs suyu necə tapırdıq? Yəni 200-dən çıxaram mən m-i, tapıram burada nəyi? Suyu. Su nə qədər oldu? 200 minus m. Həll olunan maddə zaten bizə verib neçə? Həll olunan maddə onsuz burada m qram, düzdür? KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su. Vurulsun 1000. KH buradan bərabər olacaq nəyə? Həll olunan maddə m-dir. Yazıram bura m. Suyu tapdım axı 200 idi. Bunun m-ini çıxdım, qaldı su. Yəni 200 minus m-də qaldı suya. Vuracam sürətsəsən 1000-ə. İndi burada belə bir variant var. Yəni 1000 m bölünsün 200 minus m. Hardadır? A variantı. Yəni bu sürətə vurulur da, bilirsiniz. Doğru cavablar A variantı. İndi baxaq 33-cü sual. Bu da eyni tipli sualdır. Bax, məhlul nə qədər verib? 300. Məhlul verib 300, düzdür? Həll olunan maddəni verib m qram. İndi gözəlsən, məhlulun 300-dür. M qramı tutaq ki, həll olunan maddə demiş duz deyək. M qramı duzdur. Yəni sən 300-dən m-i çıxsan nə qalacaq yerdə? Suyun qalacaq da. Düzdür? İndi m verib, m-in yerinə sənə çox vaxt rəqəm verib, indi çaşdırmaq üçün m qoyub bura. Suyu tapdın, belə deyək, 300 minus m, həll olunan maddə onsuz m-dir, görürük. KH nəyə bərabərdir? Həll olunan maddə bölünsün su, vurulsun 1000. KH da burada nəyə bərabər olacaq? Həll olunan maddə m-dir. Yazırsan m bölünsün. Suda 300 minus m. 300 çıxılsın m. Vurulsun neçə? 1000. İndi bu da məxrəcə vurulsa 1000 m bölünsün 300 minus m. Hardadır? D variantında. Əla. İndi baxaq 34-cü sual. 34-də mən nə görürəm? Görürəm x həll olması bax temperaturdan həll olma verib asıllığın. Mən görürəm x temperatur artanda x-in həll olması neyinib? Artıb. Düz deyil? Artıb. Y neyinib? Azalıb. Artıbsa əzim, deməli x nədir? Bərk maddə, y nədir? Qaz. Deməli y qaz maddədir. Qaz. Bu nədir? Bərk. Bunu bilirəm. Çünki temperatur artıbsa, həll olma artıbsa bu bərkdir də. Azalıbsa onda nədir? Qazdır. Mənə deyir ki, y kalium nitratdır. Tamamilə səhvdir. Nə üçün? Çünki kalium nitrat bərk haldadır da. Y görürəm ki, burada azalıb. Axı, azalmasa artar. Ona görə y götürə bilmərəm. X maddəsi oksigen ola bilər. Bu da səhvdir əzim. X maddəsi nədir? Oksigen qaz alınır da. Dedim, axı, temperaturdan qaz tərs mütənasibdir. Y qaz ola bilərdi. X yox. 3-dir. Y azot ola bilər. Bəli, azot qaz alındadır. Qazdan temperatur tərs mütənasibdir. Yəni, mən Y-ə nə qoya bilərəm? Azotu qoya bilərəm. Doğru cavab olar. Yalnız və yalnız 3. 35-ci sual. 35-ci sualda, baxın, çox şart çaşır yenə burada. Əzim, x verib və y verib. Düz deyil. Temperatur neçə verib? 20 verib 50. Deməli, mənə verib ki, 20 dərəcədə həll olma əmsalı 300-dür. Verib 300. 50 dərəcə temperatur qaldıranda olub 340. Yəni, bu nə deməkdir? Mən görürəm ki, temperatur artıb, həll olma neyinib? O da artıb da. Deməli, temperatur artıb, həll olma artıbsa, deməli, x bu bərk imiş ki, bərkdə biri yaxud temperatur artanda bərk malların həll olması artıb. Deməli, x buradan bərkdir. Çünki həll olması artıb 300-dür, 340-a gəlib. Aydın oldu. İndi y hesablayaq. Y həll olması 20 dərəcədə olub neçə? 20 dərəcədə olub 500, düzdür? Temperatur artırıb 50 dərəcə, amma düşüb 470-ə. Yəni, burada məlumdur ki, temperatur artıb, həll olma azalıb. Yəni, tərs mütənasibdə burada ziddiyyət var. Onda y qazı imiş ki, gözəl insan. Temperatur artıranda həll olması azalıb. Çünki biz bilirik ki, qazlar soyuq suda həll olurdu. İsti suda, yəni temperatur artanda həll olması azalır. Aydın oldu. Onda indi baxaq variantlara 35-də. Deyir ki, x maddəsi, bax, təzyiqdən, bax, təzyiq verib. Deyir, x maddəsinin həll olması təzyiqdən asılı deyil. Düzdür, mən bilirəm ki, x-in bərk maddədir, bərk də təzyiqdən asılı deyil. Yəni, mən biri götürə bilərəm. Bu doğrudur. 2-yə baxaq, ikinci qraf. Deyir, y təzyiqdən düz mütənasibdir. Düzdür. Demişək, qazların həll olması təzyiqdən düz mütənasibdir. Təzyiq artanda həll olma artır. Onda ikinci variantda düzdür, yəni qrafik düzdür. 3-ə baxaq. Təzyiqlə x verib tərs mütənasib. Ümumiyyətlə, bayaq dedik, x bərk maddədir axı. Yəni, aslı deyil, yəni belə olmaydı qrafik. Onda doğru cavablar 1 və 2.
Y variantı. İndi baxaq 36-cı suala gözəl insanlar. 36-cı sualda deməli nədir? X, Y, Z modellərinin həll olma ərliyinə əsasən ifadələrin hansı doğrudur? Baxaq. Eyni şərait x-in həll olması ən azdır. Xeyr, əzim. Eyni şərait görürəm x-in həll olması ən çoxdur. Görürsən, bax. İstir T1 halında olsun, istir T2, istir hansı halda T3 halında olsun. Ən çox x-dir. Bu burada az veribsə bu səhvdir. Bunu götürə bilmərəm. T1 temperaturunda Z-in həll olması daha azdır. Baxaq. T1-də bunun həll olması hardadır? Bax. T1-də belə xətti çəksək, bax burada tutaq buranı verim, nə bilim. Verim 100. Düzdür. T1-də məsələn Y-ə baxın. Bax Y-də burada olar da. Y ondan biraz görsən çoxdur. Məlum oldu ki, Z-in, yəni ümumiyyətlə X-dən çox da burada heç. Görürəm ki, doğrudan da Z-in həll olması ən azdır. Deməli 2-ni mən götürə bilərəm. 3. T2 temperaturunda Y-in həll olması, buranı silək, bir dənə yenidən baxaq. T2 temperaturunda Y-in həll olması Z-in həll olmasından çoxdur. Deməli Y-in həll olması Z-in həll olmasından çoxdur. Baxaq. T2 temperaturunda Y-in həll olmasına baxaq. Y-in həll olmasına baxaq. T2 temperaturunda Y-in həll olması buradadır. Deməli Z-in həll olması hardadır? Bax, bu xəttdən düz bura. Düzdür. Z-in həll olması Y-dən az. Yəni Y-də Z-dən çoxdur. Onda 3-ü də götürə bilərəm. 2, 3 hardadır? C variantı. 37-ci sual. 37-ci sualda eyni tip sualdır. Deməli nədir bizə? T1 temperaturunda Z-in həll olması azdır. Elə bayaq dedik ki, bəli T1 temperaturunda bax burada T1 ən azdır. Y ondan biraz çoxdur, X ondan biraz çoxdur. Yəni ən az hansıdır? Z-dir. Bax bu xətt görürsən, Z-in xəttidir. Deməli 1 doğrudur. 2-yə baxaq. T2 temperaturunda Z-in həll olması Y-in həll olmasından azdır. Bəli, bayaq da dedik əzim. T2 temperaturunda Y-in həll olması hardadır? Tutaq ki, burada. Z-in həll olması harda olur? Bax, burada. Bu xəttdən götürsək. Deməli, bu xəttdən də Y götürsək. Doğrudan da Z-in həll olması Y-dən azdır. Bu doğrudur. Nədir? T1 temperaturunda həll olma ardıcılığı Z ən böyük verir. Ümumiyyətlə dedik axı Z bütün temperaturda ən azdır. Yəni Z ən böyük ola bilməz axı. Elə burada məlum olur səhvdir bu. Doğru cavablar 1 və 2. Baxaq indi deməli 38-ci sual. 38-ci sual. 30 dərəcədə 200 qram suda X duzunu həll etsə 250 ml məhlul alınır. Deməli, həmin temperaturda duzun həll olma əmsalı. Bax, KH-ı neçə verib həll olma əmsalı 500. Yazıram bura 500. Deməli, suyu nə qədər verib? M suyu verib 200 qram. Aha. Doymuş məhlulun sıxlığını tapın. Yəni deyir ki, rho bərabərdə sıxlıq deyirsə M bölünsün V düzür ilk olaraq yadımıza düşür. Gəlin birinci həll olan maddənin, yəni duzun qısacası deyək, duzun kütləsini hesablayaq. KH nəyə bərabərdir gözəl insan? KH bərabərdir həll olan maddə bölünsün su vurulsun 100, düzdür? Daha doğrusu 1000. İndi KH məlumdur 500. Yazıram 500 bərabərdir. Həll olan maddəni mən bilmirəm. X götürürəm. Mənə elə o lazımdır. Su nə qədərdir? 200. Vurulsun 1000. Buradan X neçə çıxır? Vurulsun 1000. Bunlar geçsə ki, bu X buradan çıxır 100. Aha, mən tapdım X nə qədərdir? X 100'dür. 200 qram su var idi, 100 qram da duz. Bunlar həll elədim bir-birində. 200 qram su var idi, 100 qram da duz. Məhlul nə qədər oldu? Oldu 300. Yəni məhlulun kütləsini tapdım 300. Deməli, gözəl insan V-ni neçə verib? Bax, buradakı 250 V-dir. Yəni V 250 verib. Rho bərabərdir M bölünsün V düzürünə əsasən. Kütləni tapmışam 300. Həcmi verib 250. Rho nəyə bərabər olacaq? 300-ü 250-yə bölsəm, bunu 50-yə geçsə, daha doğrusu 5-ə geçsə 50, bu da 1,2 qısacası. Doğru cavab 1,2. Yəni buradakı 250 nə oldu? V. Buradakı oldu su, ons verib. X-i tapdıq, yəni duzu tapdıq 100. Yerdə qalır, duzla suyu qarışdırırsan, məhlul olur 300. 300-də bölürsən V-yə, həcmə tapsan rho-nu. Doğru cavablar 1,2. İndi 39. Müəyyən temperaturda 32,2 qram deməli natrium
kristal hidratı verib, natrium sulfatın kristal hidratını 82 qram suda həll etdi işte. Uşaqlar, bax çox uşaq harda çaşır? Bax doymuş həll olan temperaturda ümumiyyətlə həll olma əmsalını soruşur. Yəni KH-ı soruşur. İlk öncə KH-ın düsturunu yazıram. KH-ın düsturu həll olan maddə bölünsün su. Vurulsun 1000. Baxın uşaqlar, çox uşaq harda çaşır? Götürür. Deyir ki 32,2 qramdan 82 qramı qarışdırır. Baxın, bunlar da elə bilir, bunları toplamadıq. Xeyr, əzizim. KH birinci sənə şərtdə verib KH tapdı. Yəni həll olma əmsalını. KH-ın birinci sən düsturunu yaz. Gör KH-da düsturda sənə nə lazımdır? Sən görsən burada su lazımdır. Düz deyil. Sən onsuz bu suyun, bax bu suyun 82 qramın verib. Başqa da su var axı. Mən görürəm burada 10 mol da burada vardı. Yəni kristal hidratın tərkibində 10 mol da su var. Düz deyil. Yəni ki, əzizim, 322 qram kristal hidratın tərkibində 180 qram, yəni 10 mol su var. Mənə verib 32,2 qram kristal hidrat. Görək burada nə qədər su var? Burada tapdım 18 qram su. Düz deyil. Deməli 82 qram su var idi. 18 qram da kristal hidratın tərkibində. Su nə qədər oldu? 82 plus 18 düzdür. Tapdım suyu 100. Ondan sonra mən hesablaya bilərəm. Çünki düsturda məndən suyu soruşur da. Düsturəsin mən suyu tapmalıyım. Suyu tapdım 100. İndi həll olma əmsalını tapmaq üçün həll olan maddəni tapım. Görürəm ki, əzim 322 qramda həll olan maddə hansısı? Natrium sulfat da 142 qram nə var? Həll olan maddə. Tapaq 32,2 qram da nə qədər olar? Taparam 14,2 həll olan maddə. İndi düstura əsasən həll olan maddə bölünsün su, vurulsun 1000. Həll olan maddəni tapdım. Bir dəqiqə söndü. 14,2. Suyu nə qədər tapdım? 100. Vuraram həll olma əmsalı 1000-ə. Bərabər olur nəyə? KH. Bərabərdir 10 dəfə artır 142. Həll olan maddələr 142. İndi keçək 40-cı suala. Deməli 20 milli suda 5 qram X duzu həll edilir. Müəyyən məhlulu 50 dərəcə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrılıqda aparmaq lazımdır? Yəni qısacası bizə KH neçə verib 50 dərəcə? Verib KH verib 500, 400. Yəni deyir ki, qardaş, məhlulun başına nə oyun açırsan aç, KH 400 olsun, yaxşı. Bir də nədir? Deyir məhlula 2 qram X duzu əlavə edək, yaxşı. Məhlula 2 qram ümumiyyətlə birinci KH yazaq. KH nəyə bərabərdir? Həll olma əmsalı bölünsün su, vurulsun 1000. Deyir ki, birinci məhlula 2 qram duz əlavə etdim. Yaxşı. Məhlulda onsuz bax qardaş, 5 qram duz var idi. 2 qram da mən əlavə etdim. Nə qədər oldu duz? 7 qram. Düzdür? Yəni həll olan maddə tapdım 7. Suyu onsuz mənə verib 20 də. Düz deyil. KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su, yəni 7 qram bölünsün 20 milli su, vurulsun 1000. Buradan deyir 350. KH-ım 350 çıxdı. Bəli, amma KH mənə 400 verib baxı. 400 şərtini ödəmir. Ona görə mən bunu götürə bilmərəm. Bir getdi. Bir dəqiqə buranı silək. İndi keçək ikinci ehtimala. Məhluldan 7,5 milli su buxarlandıraq. Yaxşı. Demək, buranı da silək. Gözəl insan, 20 milli su var idi, düz deyil. 20 milli su var idi. Bunun 7,5 millisi getdi. Nə qədər qaldı? 12,5. Ondan sonra gəlin indi buradan KH hesablayaq. Yəni suyu tapdım. 5. İndi KH nəyə bərabərdir? Həll olan maddə burada 5-dir. 5. Bölünsün su nə qədərdir? 12,5. Vurulsun 1000. Deməli 5000 bölünsün 12 düzdür. Burada eləyir 400. KH tapdım 400. Deməli 2-ni mən doğru götürə bilərəm. Başqa nədir? Məhlulda 5 qram X duzu, 20 milli su 10 milli su əlavə edim. Yaxşı. Deməli məhlulda 5 qram duz var, düzdür. 5 qram da burada əlavə elədim. Məhlulda duz nə qədər oldu? 5 plus 5 10. Duzu tapdım 10. 20 milli su var idi, 10 milli də əlavə elədim. Yəni o 20 plus 10 neçə eləyir? 30 su. KH əsasının həll olan maddə, yəni 10 bölünsün suya, yəni 30-a vurulsun. Buradan da ümumiyyətlə kəsir çıxır. 33 tam nə qədər? Daha doğrusu
Üstəvi, yəni 330 tam, onun nə qədər çıxır? Burada ümumiyyətlə 400-ə yaxınlaşmır. Ona doğru cavab olar 400. Hansına aid oldu 2-yə? Yalnız 2. D variantı. 41-ci sual yenə eyni tip sualdır. Eyni tip sualdır. Yenə deyir ki, məhlulu vermişəm sənə. Başına nə oynatırsan, axırda KH 400 çıxsın. Yəni KH-ı verib 400. KH özünə bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. Yenə 20 milli su verib əzizim. 5 qram da duz. Yaxşı. Birinci ifadəyə bax. Deyir məhlula, bax bura. Məhlula deməli 3x qədər duz əlavə etdim. Yaxşı. Məhlulda 15 qram var idi. Düzdür? 3 qram da mən əlavə etdim. Məhlulda duz nə qədər oldu? 8 qram. Suyu verib 20. Düzdür? KH nəyə bərabər olar? Həllanmadı, yəni 8 bölünsün. Duz bölünsün. Su da 20-dir. 20 vurulsun 1000. Buradan məlum olur ki, elə KH buradan 400 çıxır. Yəni şərti ödəyir. Biri götürə bilərəm. İndi keçək 2-yə. 2-də nə deyir? Məhluldan 5 milli su buxarlandır. Yaxşı, məhlulda 20 milli su var idi. 5-ində mən buxarlandırdım. Nə qədər qaldı? 15. Həllan maddə 5 idi. Yəni 5 bölünsün 15 düstur əsasın. Bu düstur əsasın vurulsun 1000. Bu deyilir gözənsən nə qədər edir? 3-də 1 edir də. Bu deyilir 330 tam nə qədər? Burada da yaxınlaşmır. Bunu götürə bilmərəm. Deməli, bu getdi. Deməli, 3-ə baxaq. 3 məhlula 5 qram x maddəsi. 5 qram, qardaş, duz var idi onsuz. Burada 5 qram da əlavə elədim. Məhlul nə qədər oldu? 10. 5 milli su əlavə etdim. 20 milli var idi. 5 milli də mən əlavə elədim. Oldu nə qədər? 20 plus 5 gözənsən. Elədi 25. Həllan maddə, yəni həllan maddə budur 10. Su nə qədərdir? 25. Yenə həllan maddə, yəni 10 bölünsün, suya 25-ə vurulsun 1000-ə. Bu deyilir neçə? 400. Deməli, burada 400 şərtini ödədi KH. 1 və 3 hardadır? C variantı. Keçək indi 42-ci sual. Qrafik əsasən 40 dərəcədə hansı qablarda doymuş məhlul alınır? Bax, KH-ı mənə verib, eyni tipi sualdır. Bax, elə yuxarıdakı bundan. KH-ı neçə verib? 1500. Yenə mənə qabda şəkillər verib. Deyir ki, birinci qaba 20 milli su vardı qabda, 10 qram da həllan maddə əlavə etmişəm. Düzdür? Yəni ki, düstur əsasən KH bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. İndi baxaq KH-ı çıxardaq burada. 10 qram həllan maddə var, düz deyil? Bax 10 qram. Onu bölərəm, su nə qədərdir? 20. Bölərəm 20-yə, vuraram 1000-ə. Düstur əsasən, bu düstur əsasən neçə çıxar? 500. Amma mənə KH neçə verib? 1500. Deməli, mən bunu götürə bilmərəm. Bu getdi. Deməli, indi 2-ni hesablayaq. 2-ni. Yəni, elə bir, hansı qabı seçməlisənsə, o 1500 çıxmalıdır. Həll olma əmsalı. İndi, baxaq, uşaqlar, neçəyə? 2-yə. İndi, 12 qram həllan maddə verib, suyu nə qədər verib? 30 milli. Bölərəm 30-a, vuraram 1000-ə. Bu neçə eləyər? 400. Buradan da çıxmır. Buradan da çıxmır. Burada 4 çıxır. Bizə lazımdır 1500 çıxsın. Baxaq 42-yə. Yəni 60 qram həllan maddə verib. Həllanı verib 60 qram. Həllan maddə həmişə yanınıza saxlayın ki, qısaca qabı əlavə edirik də, o düz deyil. Onda 40 qram neçə verib? 40 qram su verib. Vurarıq 1000-ə, düstur əsasən. Bu neçə eləyir? 1500 çıxır buradan. Doğru cavab olar onda 1500 hardadır? C variantında. Yalnız 3. İndi 43-ə baxaq. 43-ə də yenə heç şərt ödəməyə oxumağa ehtiyac yoxdur. Sadəcə bizə deyir ki, şərtdə qısacası KH elə qabı götür ki, KH 600 olsun. Həll olma əmsalı 600 çıxsın. Deməli, birinci 10 qram həllan maddə verib. Yəni 10 bölünsün neçə? 50-yə. Vurulsun 100-ə. Düstur əsasında bayaq düstur yazma. KH bərabərdir. Həll olan maddə bölünsün su, vurulsun 1000. İndi buradan neçə çıxacaq? Buradan çıxacaq deməli 20 dəfə 200. Düzdür? Ödədi? Xeyr, ödəmədi. Bunu götürə bilmərəm. İndi 2-yə baxım, ikinci qaba. Bax bu qaba. 12 qram həllan maddə verib 20 milli də su. Bölərəm 12-ni 20-yə, vuraram 1000-ə. Buradan çıxar 600. Bəli, bu şərtimi ödədi. Deməli 2-ni götürə bilərəm. İndi 3-ə baxaq. 3-ə baxmaya ehtiyac yoxdur. Buradan bilinir. 20 qram həll olan 40 milli də su. Bölərəm 20-ni 40-a, vuraram 1000-ə. Neçə eləyər?
500. Deməli, doğru cavab olar. Yalnız 2. Hardadır? A variantı. İndi isə keçid edək. Deməli, 44-cü sual. 44-cü sual çox şax çalışır burada. Baxın, asan qaydasını deyirəm. KH mənə neçə verib? Verib 1000. Buradakı 1000 o deməkdir ki, yəni 1000 milli suda 1000 qram duz həll olub. KH mənası odur. Yəni tərif etsəm 1000 milli həll etsə, həll olan maddənin qramlarla miqdarına deyirik də, həll olunmamışsa. Yəni KH 1000 isə o deməkdir ki, 1000 milli suda 1000 qram duz həll olub. 1000 qram su var idi. 1000 qram da duz həll edib. Nə qədər oldu məhlul? 2000. Düzdür? 2000-də 1000 qramı duzda. Dilimizdən dedik 1000 qram duzdur. İndi bizə 40 qram doymuş məhlul verir. Görək 40 qram doymuş məhlulda nə qədər duz olar? Deməli, neçə eləyir burada? Bölsək 50, 20. Deməli, 20 qram burada var duz, gözəl insan. Omeqanın bir düstur var. Omega soruşuda biz omeqanı verib də, yəni omega bərabərdir nəyə? Həll olan maddə bölünsün məhlul, vurulsun 100-dür düsturumuz. İndi omeqanı mənə verib 10. Yazıram 10 bərabərdir. Həll olan maddəni mən neçə tapdım? 20 tapdım, düzdür? Məhlulun bir hissəsi 40-dır, doymuş məhlulun. Amma mənə gör nə verib? Deyir ki, bunun üstünə x qədər də su əlavə etmişəm. X qədər də su əlavə etmişəm. Vəsə vurmuşam 100-ə, bərabər olub ona. Yəni qısacası sualda deyir ki, 40 qram üstünə məhlulun üstünə nə qədər su əlavə edim ki, 10% məhlullansın. İndi burada gəlin hesablayaq. Deməli 100 vurulur sürətə 2000 bərabərdir 400 plus 10x. Deməli 10x edir 1600, x edir 160. Doğru cavab 160 A variantı. İndi isə baxaq 45-ci sual. 45-ci sual yenə bir çox şagird burada axsıyır. Baxaq. Deyir ki, suda həll olması zamanı istinin ayrılması və udulması müsbət Q və yəni Q verib 0-dan böyük, Q verib 0-dan kiçik uşaqlar. Artıq biz isti effektindən bilirik ki, Q 0-dan böyükdürsə, bu deməkdir ki, müsbət Q-dür. Q 0-dan kiçikdirsə, bu deməkdir ki, mənfi Q-dür. İndi biz nə bilək, hansı maddə qaz həll olanda, belə deyək, istilik ayrılır, bəlkə maddə nə bilim həll olanda istilik udulur, onu bilmirik. Necə başa düşək bunu uşaqlar? Bizə deyir ki, suda həll olan zaman x nə edib? İstilik ayrılıb. Yəni bu o deməkdir ki, uşaqlar, istilik ayrılıb, tutaq məhlul, bax məhluldur bu, məhlul. Tutaq bu 100 dərəcə məhlul, düz deyil. Bu əgər x maddəsi burada həll olubsa, burada göstərir ki, temperatur ayrılıb da, yəni məhlul soyuyub. Məhlul tutaq düşüb, nə bilim, 10 dərəcəyə. Soyub da, istilik ayrılıbsa məhlula soyub deməkdir, bu düz deyil. Mən bilirəm ki, soyuq temperaturda həll olan hansı maddələrdir? Qazlar da düz deyil. Yəni x burada nə olur? Qaz. Bax, yenidən deyirəm. Bax, suda həll olması zaman burada istilik nə edib ayrılıb. Məhluldan istilik ayrılıbsa, məhlul nə edib soyub da. Soyuq məhlulda bərk maddə həll olur, yoxsa qazlar həll olur yaxşı? Qazlar həll olur da. Deməli x qaz olur. Y-ə baxaq. Y-də görürəm ki, mənfi Q, yəni istilik udulub. Bunu loru dilə desək, məsələn biz bilirik ki, tutaq ki, evdə şirin adi suya, isti suya belə şəkər tozu atanda nə edir? Su soyur da. Bu nə deməkdir? Yəni şəkər istiliyi udur da. Aydın oldu? Yəni endotermik olur. Deməli bərk maddələrin həll olması nədir? Endotermikdir. Çünki istiliyi çəkirlər özlərini, udurlar. Aydın oldu? Onda bu nə olacaq? Qoy bura yazaq. Bu oldu qaz. Bu nə oldu? Bərk. İndi baxaq qrafikə. Həll olmadan təzyiqi verib. İndi gözəl insan, mən bilirəm ki, bu aslı deyilin qrafiki, düz deyil. Təzyiqdən aslı olmayan hansı idi? Bərk idi, düz deyil. Onda birinci qrafik aid olur Y. Aydın oldu. Yəni birinci qrafik oldu Y. İkinci, temperaturla həll olmanı tərs mütənasib verib. Mən bilirəm temperaturla tərs mütənasib hansıdır? Həll olması. Qazlar da, onda X olur qaz. Daha doğrusu ikinci qrafikə gedir X, yəni qaz. Həll olma ilə temperatur düz mütənasib verib. Onda bu nə olur? Bərk maddədə düz mütənasib olan. Onda bərk maddənin hanısıdır? Y. Onda 1-dən 3 gedir Y-ə, 2 gedir X-a, D variantı. Yenə bax
6-cı sualda eyni tipli sualdır. Görürəm ki, burada Q kiçikdir 0-dan, yəni Q burada mənfidir. Q böyükdür 0-dan, burada müsbətdir. Aha. Həll olmaz zamanı Y-in isli neyiniyib? Udulub. Udulansa bayaq dedim ki, bərk maddədir bu. Burada nə edir? Həll olmaz zamanı istilik ayrılıb. Yəni bu məhlul soyub, istilik çıxıb. Bundan burada həll olub. Həll olan maddə soyuqdan hansıdır? Qazdır. Gözəl insan, qaz. Deməli, indi baxaq qrafikə. Təzyiqlə həll olma düz mütənasibdir. Nədir? Qazlar da. Deməli, Y gedəcək birinci qrafikə. Həll olma ilə temperaturun verib asılığın tərs mütənasib. Bu da qazdır. Həll olma ilə tərs mütənasib olan qazlardır. Onda Y gedir qaza. İkinci qrafika. Həll olma ilə temperatur düz mütənasibdir. Bu da gedir bərkəni X isə bura gedir. Yəni 1, 2 Y-ə gedir. X isə gedir 3-ə. Doğru cavablar D variantı. Deməli uşaqlar, indi baxaq 47-ci suala. 47-ci sualda bir çox uşaq yenə burada axsıyır, amma çox sadə üsulunu deyirəm. Baxın uşaqlar. İndi bizə 50 dərəcədə 50 dərəcədəki 800 qram donmuş məhlul verib. Bu cümləni belə ortadan burada biraz qarışıq düşüb. 800 qram donmuş məhlulu 20 dərəcəyə qədər soyutduqda sıxlıq 1,25 olan məhlulu alınır. Alınan məhlulun həcmini tapın. Yaxşı. Uşaqlar, mən görürəm 50 dərəcədə KH neçə verib həll olma əmsalının 600. Yəni bu nə deməkdir? 1000 milli suda, yəni 1 litr suda 600 qram duz həll olub. Məhlul nə qədər olub? 1600, düz deyil. 1600 qramı görək nə qədər duz çökür. Mən dedim axı bax, temperaturu soyudanda biz bilirik ki, temperatur soyanda duz çökür də, düz deyil. İndi 50-dən temperaturu 20-yə salıb, düzdür? Düşüb 600-dən 200-ə, 50 dərəcədə 600 idi. 20 dərəcə düşüb necə 250. Nə qədər çöküb? 350 çöküb. Bunu tapdım. Yəni 1600 məhlulda 350 çökür 50 dərəcədən 20 dərəcə salanda temperaturu. Bəs biraz 800 qram doymuş məhlul verib. Görək 800 qram nə qədər çökər? Bir dəqiqə bu silindi. Görək 800 qram nə qədər çökər? Tapdım nə qədər? 175 qram çökər. Düzdür? Yəni 800 qram məhlulun 175 qram duzu çökəcək. İndi qardaş 800 qram məhlulun var idi, bunun 175 qramı çökdü. Nə qədər qaldı məhlulun? 625 qaldı məhlul. Düz deyil? Yəni məhlulun kütləsini biz tapdıq 625. Sıxlıq nə qədərdir? 1,25. Rho nəyə bərabərdir? M bölünsün V. Düz deyil? Onda V bərabərdir, deməli M bölünsün Rho olacaq da burada da. V bərabərdir 625 məhlul tapmışam, bölünsün 1,25. Bu deyilər 500. Всё. Doğru cavablar 500 A variantı. Deməli gözəl insanlar, baxaq indi 48-ci suala. 48-ci sualda X hansı maddə ola bilər? Görürəm ki, təzyiq ilə həll olma neyinib? Düz mütənasib, yəni artıb. Artıbsa bu avtomatik bilirəm qaz olmalıdır. Bir doğrudur, karbon qazı qazdır. 2 bərk haldadır, yəni duz, natrium nitrat. 3 qaz halında doğrudur. 4-ü də götürə bilmərəm. 48-də olur. Doğru cavab 1 və 3 gözəl insanlar. İndi keçək 49-cu sual. Təzyiq ilə həll olmanı nə verib? Aslı del verib. Düz deyil. Artıq mən bilirəm ki, deməli, həll olma təzyiqdən aslı olmayan bərk maddələrdir. Onda bərk maddə 1 burada 2-dədir. Bir də hardadır? 5-də. Kalium xloratda. Doğru cavab olur 2 və 5. 50-ci sual. 50-ci sual. Nə doğrudur? Həll olma əmsalı temperaturdan asılı olaraq dəyişir. Tamamilə doğrudur. Bəli, demiş ki, temperatur artanda həll olma artır, temperatur azalanda həll olma azalar bərk maddələrdə, qazlarda isə əksinə. Doğrudur. Temperaturun artırılması qazların suda həll olmasını artırır. İndi dedim ki, temperaturla, deməli, qazların həll olması tərs mütənasib, yəni azalmalıdır. 3. Təzyiq artanda qazların suda həll olması artır. Tamamilə razıyam. Həll olma əmsalının vahidi qram bölsün mol oldu. Xeyr, bayaq dedik, qram bölsün nədir? Litr. Deməli 51-ə baxaq. 51-də deyir nə doğru deyil. Deməli həll olma əmsalı temperaturdan asılı olaraq dəyişir. Bayaq dedik, bəli, bu doğru ifadədir. Ki temperaturun artması qazların həll olmasını artırır. İndi dedik ki, bu səhv ifadədir. Səhv kimi götürə bilərəm bunu. Deməli baxaq 3-ə. Bərk maddələrin suda həll olması təzyiqdən asılı deyil. Bəli, asılı deyil. Bu doğrudur. Həll olma əmsalının vahidi yenə qram bölsün mol verib. Bu da səhvdir. Deməli 2 və 4.
Doğru cavab. İndi uşaqlar baxaq 52-yə. 52 təzə sualdır. Baxın uşaqlar, qida sənayesində məhlullar geniş istifadə olunur. Ümumiyyətlə baxın, bu hissəsi həngamədir. Bu bizə lazım deyil. Aydın oldu, mətn yazıblar ora. Bizə lazımdır. Bax buradan 20 dərəcədə suda hazırlanmış 20 qram, deməli, ümumiyyətlə oxuyaq. 20 dərəcədə suda hazırlanmış 200 qram sudan istifadə edilməklə hazırlanmış donmuş məhlul 50 dərəcəyə qədər qızdırılmışdır. Yenidən donmuş məhlul almaq üçün minimum neçə qram həllulan maddə əlavə olunmalıdır uşaqlar. İndi birinci 20 dərəcədə neçə verib həll olmasın? 400. Yəni bu deməkdir ki, 1000 milli suda 400 qram həll olunan maddə var. Düz deyil? Yazıram ki, 1000 milli suda 400 qram həll olunan maddə var. Mənə bəs şərtdə verib 20 dərəcə 200 qram suda istifadə etdikdə. Görək 200 qram da nə qədər olar? 200 qram da mən tapacam buranı neçə? 5 dəfə azar 80. Aydın oldu. İndi keçirəm gözənsən 50 dərəcəyə. Bax bura keçirəm. 50 dərəcədə görürəm ki, nə qədərdir? 700. Yəni bu nə deməkdir? 1000 milli suda 700 qram həll olunan maddə. Aydın oldu. Bəs bizə 200 qram su verib axı. 200 qram suda nə qədər olar? 140 qram. Burada doymuş hala çatır. Düzdür? Deyir doymuş hala çatdırmaq üçün nə qədər əlavə etməliyəm? Qardaş 80 idi. 80 idi. Deyir mən bunun üzərinə nə qədər əlavə edim bilmirəm. X-dır. 140 olsun da. X neçə eləyər? 60 qram. Demək 60 qram əlavə etsəm doymuş məhlul alınacaq. Aydın oldu. Bu da bizim təzə sualımız. İndi keçək 53-cü suala. 53-cü suala baxaq. 53-cü sualda köhnə topluda bunu qrafikdən vermişlər. Bunu sadəcə burada dəyişiblər. Aydın oldu. Yəni təzə sual deyil. Deməli 120 qram X maddəsinin 30 dərəcədə həll olunma əmsalını verib. Yəni KH-ı mənə verib. Neçə verib? 1500. Yazıram 1500. Həll olunan maddə neçə verib? Həll olunan maddəni onsuz verib 120 qram. Aydın oldu. Deməli, başqa nə verib? Bir də sıxlığı verib. Rho-nu verib 1,6. İndi KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün, su vurulsun 1000. Düz deyil. KH məlumdur, həll olunan maddə məlumdur. Yazıram 1500 bərabərdir. Həll olunan maddə 120, su bilmirəm X-dır, vurdum 1000-ə. İndi buradan eləyəcək 1500 X bərabərdir 120 1000. X eləyir neçə? 80. Aha. Yəni suyu mən neçə tapdım? Suyu tapdım 80 qram. Düz deyil? İndi gözənsə məhlulu hesablayım. 80 qram su var, 120 qram da həll olunan maddə veribdir, duz. Nə qədər oldu? Məhlul 200. Yəni məhlulun kütləsini tapdım 200. Vsyo. Rho bərabərdir M bölünsün V düsturuna əsasən. Həcmi sorsam da V bərabərdir M bölünsün Rho olar. Əvəz etmə eləsək. İndi burada 200-ü tapmışam məhlul. Rho-nu da verib neçə? 1,6. Bu neçə eləyər? 200-ü bir dəqiqə 200 bölünsün 1,6 125. 125. Doğru cavablar 125. Baxaq indi deməli 54-cü sual. 54-cü sualda təzə sualdır gözəl insanlar. Deməli birində KH verib, birində omeqanı verib. Eyni maddənin bərabər kütləli, bax bura mütləq şəkil. Bərabər kütləli müxtəlif məhlulları qarışdırmışıq. Alınan məhlulun qatını hesablayın uşaqlar. Baxın nəzim, 250 qram yenə KH verib. Yəni bu nə deməkdir? 1000 milli suda 250 qram duz həll olub. Nə qədər olub məhlul? 1250. Tapdım məhlulu 1250. Aydın oldu. Bu birinci hissəsi. İndi gözlənsin. Görək 1200 məhlulun neçə faiz duzdur? Məhlulu mən tapmışam 1250, düzdür? Bunun 250 qramı duzdur. Hesabla 250-ni, yəni həll olunan maddəni bilərəm məhlula, vuraram 100-ə. Taparam burada 20% nə var? Duz var. Aydın oldu. Yəni omega 1-i verib, omega 2-ni tapdım 20, omega 1-də bizə şərtdə verib 10. 10'dur. İndi keçək ikinci hissəsinə məsələn.
Deməli, ikinci hissədə, deməli, birinci 1250 məhlul var, düzdür? 1200 məhlul tapmışam. 1250 məhlul, 1250 məhluldur. Bunun 20%-ni hesablayıram, görüm nə qədər duzdur. Tapdım, bu 250 qram duz var. Burada 250 qram duzdur. İndi bax, burada əsas nüans nədir? Deyir ki, bərabər kütləli məhluldur axı. Onda ikinci məhlul nə qədər olar? Bu qabdakı məhlul. Onda o da 1250 olar da. Düz deyil, çünki bərabər kütləli deyil. Onda 1250 də bu məhluldur. Və bunu da 10%-ni verib. Taparım 1250-nin 10%-ni. Neçə edir bu da? 125. Burada 125 qram da duz var, əzizim. Duz. Aydın oldu. Bizə şərtdə deyir ki, bunları qarışdırmışam. Aydın oldu. Qarışdırmışam. De, qardaş, məhlul nə qədər olub? 250 qram duz var. 125 qram da bu qabda var duz. Duzum nə qədər olub? Yəni həll olunan maddəm nə qədər olub? 250 plus 125. Neçə olub? 375. Doğru deyil. Bəs məhlul nə qədər olub? Məhlul 1250 var idi. 1250 bərabər məhlul deyir axı. Onda 1250 də burada deyil. Yəni 2500 burada eləyir. İndi bizə buradan qatılığını soruşur, yəni faizini soruşur. Necə tapacağam? Omega nəyə bərabərdir? Omega bərabərdir. Həll olan maddə bölünsün məhlul. Vurulsun 100. Yəni ki, tapmışam həll olan maddəni 375. 375 bölünsün 2500 vurulsun 100. Bu da eləyəcək. Bu da eləyəcək. Neçə eləyir bu? Deməli, bir dəqiqə hesablayaq. Deməli, 375 vurulsun 100 bölünsün 15. Bu da eləyir 15. Doğru cavab olar 15%. Deməli, bir dənə burada cümlə bərabər kütləli cümləsinə mütləq diqqət eləməliyik. Məsələnin əsas hissəsi oradır. İndi gözəl insanlar, baxaq 55-ə. 55-də nə deyir? Deyir ki, deməli, 100 qram 10% duz məhlul. Yəni, burada deyir ki, 100 qramın 10%, 10 qramı duzdur. 100-ün 10%-ni tapdıq, 10 qram nə tapdıq? Duz. İndi 100 qramın 10 qramı duzsa nə qədər suya qalar? 90 qram. Tapdıq 90 qram su. İndi mənə deyir ki, doymuş hala gətirmək üçün məhlulda suyun 50 qram buxarlandırdım. 90 qram suyu var idi. Su vardı qabda. 50 qram getdi. Nə qədər qaldı? 40 qram su. 90 qram artıq yoxdur. 40 qram qalıb. Və duzun həll olma əmsalını tap. KH nəyə bərabərdir? Həll olan maddə bölünsün su. Vurulsun 1000. Yəni KH da buradan çıxacaq. KH bərabərdir. Həll olan maddəni 10 tapmışam. Su nə qədər qalıb? 40. Vurulsun 1000. Bu deyər 4də 1. 250. Doğru cavablar 250. Deməli, baxaq 56. Həll olma əmsalı 400 qram olan duzun doymuş məhlulunun 280 qram neçə qram duz var? Yəni, həll olma əmsalı 400 o deməkdir ki, 1000 qram suda 400 qram duz həll olub. 1000 qram suda 400 qram həll olubsa, məhlul nə qədər olub? Məhlul olub 1400. Yəni, 1400 qramın, indi dedik ki, 400 qramı duzdur. Tapaq görək 280 qram məhlulda neçə qram duz var? Bu neçə dəfə azar? 5 dəfə. 400 bölünsün 5, 80. Asan sualdır. İndi 57. 57 eyni qayda. Həll olma əmsalı deməli 500 veribsə, yəni bu 1000 milli suda 500 qram duz həll olub deməkdir. Olub məhlul 1500. 1500-ün gözəl insanlar 1500-ün deməli 500 qramı nədir? Duzdur. Bəs 300 qram məhlulda nə qədər duz olar? Tapdım. 100. Bu qədər sadə. İndi keçək 60-cı suala. 60-cı sualda 30 dərəcədə, bax söhbət bu dərəcədə. 30 dərəcədə həll olma əmsalı neçədir? 200. Deməli, nə deyir bizə? 30 dərəcədə 200 milli suda 5 qram X maddəsi həll edilib. Həll olma əmsalının temperaturdan asılılıq qrafikinə əsasən bu temperaturda deməli məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə edilməlidir? Yaxşı. Mən bilirəm ki, əzizim, 1000 milli suda ümumiyyətlə həll olma əmsalı nədir? 1000 milli suda həll olan maddənin qramlarla miqdarıdır.
1000 milli suda, bir dəqiqə qələm söndü. 1000 milli suda həll olan maddə neçə qramdır? 200 qram. Bəs bizə 200 milli verir baxın. Görək 200 mildə nə qədər həll olan maddə var? 200 mildə olar 40 qram. Düz deyil. İndi bizə deyir ki, mən bu 40 qramın 5 qramın həll eləmişəm onsuz. Həll eləmişəm. Bəs nə qədər həll eləməliyəm? Yəni mən 40-dan çıxaram 5-i, taparam 35 qram hələ həll olmalıdır. Aydın oldu. Keçək 61-ci sual eyni tipli sualdır. 30 dərəcədə birinci həll olan maddəyə baxaq. 30 dərəcə həll olma neçədir? 200. Vəsiyo. Bu nə demək? Yəni 1000 milli suda 200 qram həll olub. Yəni 1000 milli suda 200 qram duz həll olub. İndi bizə deyir 300 milli su axı. Görək 300 mildə nə qədər həll olar? Tapacaq buradan 60. Onsuz bizə deyir ki 60-ın deməli 50 qramını həll eləmişəm. Bəs neçə qramı qalıb? Deməli 10 qram qalıb da. Yəni 60-dan sən çıxarsın 50-ni. Deməli 10 qram da lazımdır. 61 də doğru cavab olur 10. Keçək indi 62-ci suala. 62-ci sualda deyir 40 dərəcədə 50 milli suda X duzunu həll edərkən hazırlanan doymuş məlumat 20 dərəcə soyuqluqda neçə qram çökür? Bax, 40 dərəcədə duzun kütləsi nə qədərdir? 50. Düz deyil. Mən bu temperatur salmışam 20 dərəcə. Neçəyə düşüb? 25. Yəni bu deməkdir ki, temperatur 50-dən 20-yə salanda, daha doğrusu 40-dan 20-yə salanda duz 50-dən 25-ə düşüb. Yəni 25 qram nə edib? Çöküb. Tapdım burada 25 qram çöküb. İndi gözənsən. Bax bu 100 qram suda da, qrafikdə 100 qram su verib. Yəni 100 qram suda 25 qram çöküb. Bizə deyir ki, 50 mildə nə qədər çökər? 50 mildə bunun yarısı olar da. 12,5. Doğru cavab olar 12,5. Keçək 63-ə. 40 dərəcədə yenə eyni şərtdir. 40 dərəcədə 20 milli suda X duzu həll edərək hazırlanan doymuş məlumat 20 dərəcə soyuqda çökür. Yaxşı. Görürəm 40 dərəcə duzun kütləsi neçə qramdır? 60. Temperaturu 20 dərəcə salanda neçəyə düşüb? 30-a. Yəni 30 qram nə edib? Gözənsən çöküb. Neçə qram suda? Bax 100 qram suda çöküb də. Qrafika əsasən. 100 qram suda deməli 40 dərəcədən 20 dərəcə salanda temperatur 30 qram duz çöküb. Bəs bizə soruşur, bəs 20 millidə nə qədər çökər? 5 dəfə azlar 6 qram. Doğru cavab olar 6 qram. 64. 64-ə baxaq. Qrafik əsasən X, Y duzunun 100 milli suda bax lazımdır. Həll olmasının temperaturuna asılılıq verilmişdir. 20 dərəcədə 200 milli suda 30 qram X, Y duzu həll edilmişdir. Bu duzun deməli bu məhlulu 20 dərəcədə doymuş hala gətirmək üçün məhlula minimum neçə qram X, Y duzu əlavə etmək lazımdır. Yaxşı baxaq. Birinci söhbət gedir 20 dərəcədən. Düz deyil. Görək 20 dərəcədə duzun kütləsi nə qədərdir? 25. Düz deyil. Neçə milli suda gözənsən? 100 qram. Düz deyil. Yəni 100 qramda duzun kütləsi neçədir? 25. Bizə 200 milli verib də. Düz deyil. 200 milli suda görək nə qədərdir? 50. Onsuz deyir ki, bu 30 qram XY-in həll eləmişəm. Ben nə qədər əlavə eləməliyəm? 50 olması üçün nə qədər əlavə olmalıdır? 20 də, yəni 50-dən də çıxarsan sən 30-u, taparsan 20 qram. Deməli 20 qram da hələ həll olunmalıdır ki, doymuş hala çatsın. İndi baxaq 65-ə. 65-ə 20 dərəcədə 800 qram doymuş məhlulu 50 dərəcəyə qədər qızdırdıq. Almış məhlulu deməli doymuş hala gətirmək üçün məhlula 50 qram X duzu həll edilərsə, Y hesabının yaxşı. Birincisi baxıram, KH neçə verib 20 dərəcədə? 1600. Yəni nə deməkdir bu? 1000 milli suda 600 qram duz həll olub. Nə qədər olub? Məhlul 1600. Gözənsən 1600 qram məhlulda neçə qram duzdur? 600 qram duzdur. Düz deyil. Bizə 800 qram verib baxaq. Görək 800 qramı nə qədər olar? 800 qramı tapdım burada 300 qram nə var burada? Duz. 300 qram duz. 800 qram məhluluydu. Bunun 300-ü duz nə qədər suya qalır? 500 suya qalır. Düz deyil. Ondan sonra nə deyir? Deyir ki, 50 qram da duz əlavə etmişəm. Onsuz məhlulda 300 qram duz var idi. Bunun üzərinə 50 qram da duz mən əlavə elədim. Nə qədər oldu duz? 350. Düz deyil.
Onda həll olma əmsalı nəyə bərabərdir? Suyu da tapmışam neçə? 500. Həll olma, yəni KH bərabərdir. Həll olan maddə, yəni duz bölünsün nəyə? Suya vurulsun 1000-ə. Vəsə KH bərabərdir burada. Həll olan maddə 350. Su nə qədərdir? 500 vurulsun 1000. Bu da neçə eləyər? Deməli 2 dəfə gedər 700. Doğru cavablar 700. Deməli uşaqlar biraz yaddaş problemi olduğu üçün videolar arada kəsilə bilər. Qalmışdıq 67-ci sualda. Deməli əzizim nədir? 20 dərəcədə suda hazırlanmış 800 qram doymuş X duzu məhluluna müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcəyədək qızdırılmışdır. Bu zaman əlavə edilən deməli duz tam həll olmuş və sıxlığı 1,7 olub. Məhlulun qısacası deyir həcmi hesablan. Yaxşı baxaq. İlk öncə nədən başlayaq əzizim? Deyəsən bu təzə sualdır. Deməli 20 dərəcədə həll olma neçədir? 600. Yəni bu nə deməkdir? 1000 milli suda 600 qram duz həll olub. Məhlul nə qədər olub? Məhlul olub 1600. Düzdür? 1600 neçə qram duzdur? 600 qram duzdur. 600 qram həll olub. Bizə görək maraqlıdır. 800 qramda nə qədər duz olar? 800 qramı tapdım neçə? Bu eləyir yarısı 300. Qardaş 800 qramın 300 qramı nədir? Duzdur. Nə qədər qalır suya? 500 qram. 500 qram. Bir dəqiqə 5000 yaz. 500 qram su. İndi keçsək 50 dərəcə. Temperatur deyir 50 dərəcə qızdırılıb. Düzdür? KH neçə olub? 700. Bilmirəm axı həll olunan maddə nə qədərdir. Suyu tapmışam. Bax, suyu mən tapmışam 500. KH nəyə bərabərdir? KH bərabərdir həll olan maddə bölünsün su vurulsun 1000. Düz deyil. İndi ikincidə nə verib? 50 dərəcə mənə KH neçə verib? 700. Verib, yəni 700 bərabərdir nəyə? Həll olunan maddə mən bilmirəm neçədir. Həll olunan maddə, yəni X bölünsün suyu tapmışam axı mən nə qədərdir? 500 tapdım, düz deyil. Vurdum neçəyə? Bu niyə belə 7000 yazsın? Vursun 1000-ə. Buradan neçə eləyəcək? X. X eləyər 350 də. Yəni 350 burada olsa bundan bu 2 dəfə gedər. 2-ni vurarsan 350 700 eləyər. Tapdıq ki 350 qram nə var? Duz. Vəsə 500 qram su var idi. 350 qram da əlavə olundu. Yəni 500 qram su var idi. Bayaq düz deyil. 350 qram da əlavə olunub. 350 qram da əlavə olunub. Burada cümlə də yazıb. Nə qədər olub məhlul? 850. Məhlulun kütləsini tapdım 850. Rho nəyə bərabərdir? M bölünsün V. V nəyə bərabərdir? M bölünsün Rho-ya. Düz deyil. Məhlulun kütləsini tapmışam 850. Sıxlığı neçə vermişdi? Bir dəqiqə baxaq. Sıxlıq verib 1,7. 850 bölünsün 1,7. Bu da eləyər. Elə bir 85-i bölsəm 500. Deməli 500. Doğru cavablar 500. Baxaq 68-ci suala, gözlənsin. Bu da təzə sualdır. Gözəl sualdır. Deməli uşaqlar, müəyyən temperaturda maqnezium sulfatın suda doymuş məhlulunu. Bax, suda doymuş məhlulunu mən bilmirəm. Burada maqnezium isodur. Nə qədərdir? Su nə qədərdir? Onu mən bilmirəm. Deməli 252 qramında 12,5 mol oksigen atomu var. Həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını tap. Əzizim, mən duzun kütləsini bilirəm. Duz burada maqnezium sulfatdır. Duzun kütləsini mən bilmirəm axı. Bax, yazıram duz. Bir dəqiqə. Yazıram duz və su. Düz deyil. Duzun kütləsini mən bilmirəm. A qram götürəm duzu. Bəs su nə qədər olar? Bax, məhlul 252 qram, düzdür. Bunun A qramı nədir? Duzdur. Onda 252 çıxılsın A qədər nə olar? Su olar. Bura kimi aydın olsun hamıya. İndi baxıram görürəm, maqnezium isodurun birinci formunu yazaq. Deməli, maqnezium, bir dəqiqə, maqnezium, SO4. Burada neçə oksigen atomu var? Bax, 4 dənə oksigen atomu var. Yaxşı, bəs bu dənə suyu da yazaq. Suda neçə oksigen atomu var? Bir dənə də suda oksigen atomu var, düzdür? Yaza bilərəm ki, 18 qram suda bir dənə oksigen atomu var. Düz deyil? Mənim suyumun kütləsi neçə qramdır? 252 minus A. Görək 252 çıxılsın A-ya nə qədər oksigen atomu düşər? X. X buradan eləyəcək. Deməli 252 çıxılsın A bölünsün 18 eləyir də bu.
Deməli, indi duzun kütləsi nə qədərdir? 120 qram. 120 qram maqnezium sulfatda 4 oksigen atomu var. 4 oksigen atomu var. Bəs A qram daxil duzun kütləsi bilmirəm. Yazıram A-da görəsən nə qədər var? X. Buradan X nə eləyir? 4A bölünsün 120. İndi gözənsən. Mənə deyir ki, burada tapdığım oksigen atomu sayıdır ya bu. Mənə neçə verib? Verib 12,4 mol. Yazaram ki 4A bölünsün 120 plus 252 çıxılsın A bölünsün 18 bərabərdir neçəyə? 12,4 mola verib də. Tapdığımız mol da burada. Deməli gözəl insanlar burada A-nı çıxartmışam mən 72. Bayaq tapmışdım 72. Onda bu duzun kütləsi olub 72. Duzun kütləsini tapdım 72. Su nə qədər olar? Su dedi yax bax 252 minus A deyildi. Yəni 252-dən də çıxarsan 70-ni A-nı tapmışıq da 180. Tapdıq ki suyu burada 180. Aha, həll olunan maddə 72, suyu da tapmışam 180. Yəni necə olacaq? KH bərabərdir. Həll olan maddə bölünsün su vurulsun 1000. KH da bərabərdir. Həll olunan maddə mən 72 qram tapmışam. Su nə qədərdir? 180 qram vurulsun 1000. Bu deyilər, deməli 4də 1. 4də 1 deyirəm, 70 400. 400 eləyər bəli. Yəni 10da 4 eləyir bu ifadə. 10da 4-ü vursam 1000-ə edir 400. Bu da bizim təzə sualımız, maraq sualı idi. Deməli uşaqlar 69-a baxaq. 69-da uyğunluqdur, asandır. Deməli müxtəlif cinsli qarışıq. Müxtəlif cinsli qarışıq nədir? Yəni heterogen, gözə görünsün də hissəciklər. Məsələn üçün mən təbaşir tozu ilə su qarışığını bəli aid edə bilərəm. Çünki təbaşir ilə suyu qatışdıranda mən gözdən ayıra bilirəm bunları. Maye yağdan su qarışıq. Təbii ki, də müxtəlif cinsli. Yağdan su müxtəlif cinsli gözdən ayıra bilirik də hissəcikləri. Şəkər tozu su. Xeyr, bu eyni cinslidir, müxtəlif cinsli deyil. Eyni cinsli nə üçün? Çünki hissəciklər gözlə görünmür. Onda C bura aid olar. Dəmir tozu kükürt. Dəmir tozu kükürt. Müxtəlif cinsli nədir? Qarışıqdır. Deməli, metanol və su qarışığı, bu da eyni cinsli qarışıqdır. Y variantı. Füzyon. Baxaq 70-ə. 70-də nə verir? Deməli, həll olunan maddəni verib, suyu verib. KH nəyə bərabərdir? KH bərabərdir. Həll olan maddə bölünsün su vurulsun 1000. İndi burada həll olunan maddənin birincisi qabda neçə verib? 20. Su nə qədər verib? 200. Vurulsun 1000. İlə neçə? 100. Deməli, 1-ə gedir A. Yox, 1-ə gedir Y, daha doğrusu üzürsəm, Y-dədir 100. 1-ə getdi Y. Deməli, başqa nə qaldı? Başqa deməli 20 bölünsün 20 bölünsün bir dəqiqə 20 bölünsün 50 vurulsun 100. 20 qram həll olunan maddə 50 qramda su var vurulsun 1000. Bu da neçə eləyər? 40 5-də 2 bu ümumiyyətlə çıxmır. Xeyr, bu çıxmır. Çünki yox, burada çıxır əslində 400 eləyir də. 2-yə gedir A variantı. Deməli, başqa nə qaldı? Buranı da silək. Deməli, 30 qram həll olunan maddə verib, 200 qramda nə verib? Su vurulsun 1000. Bu neçə eləyər? 150 eləyər də bu da. 150. Burada gedər D variantı. İndi baxaq 71-ə. 71 də eyni sualdır. Yəni KH bölünsün, KH bərabərdir həll olunan maddə bölünsün su vurulsun 100. Yəni 15 bölünsün neçə? Suya 200-ə vurulsun 100-ə. Bu eləyər 75. 1-ə getdi A. İndi 2-ni hesablayaq tez. Zəng gəldi, başım qarışdı. Deməli 5 bölünsün 50 bölünsün vurulsun 1000. Bu neçə eləyir? Deməli 20 dəfə bu da eləyir 100. Deməli, Y gedər bura. Başqa nə qaldı? 25 bölünsün 500 vurulsun
1000. Bu da gedər 50. C variantı. 72 sonuncu sualdır. 72. Deməli 20 dərəcədə heç dərəcəyə ehtiyac yoxdur. 250 qram 20% duz məhlulu. 250-nin deyir ki 20% duzdur. Nə qədər edir? 250 vurulsun 20 bölünsün 100. Bu neçə edir? 50. Düz deyil. Yəni 200-dən də, daha doğrusu 250-dən də çıxarsan 50-ni taparıq burada nə qədər su? 200 milli su, bu da duz olsun. Hesablayaq. Birincisi deyir ki, duzun həll olmasını tap. Yaxşı. Deməli qardaş 50 qram duz var idi. 50 qram da duz əlavə edib. Nə qədər olub? 50 plus 50 duz. Olub 100. KH bərabərdir. Həll olan maddə bölünsün. Su vurulsun 1000. Bərabərdir. Həll olan maddə 100 tapmışam. Su nə qədərdir? 200. Vurulsun 1000. Neçələr 5? 500. Deməli həll olma əmsalını tapdım 500. 1-ə getdi Y. İndi 2-ni hesablayaq. Suyun kütləsini hesablayın. Suyun kütləsini tapdıq 200. Yazmışam elə bura 200. Suyun kütləsi hardadır? 200 B variantında. İndi nədir? Duzun kütləsini tap. Duzun da kütləsini elə indi tapdım da 50 qram var idi. 50 qram da əlavə elədik. Nə qədər oldu? 100. Burada gedir A variantı. Bugünkü suallarımız da bu qədər uşaqlar. İnşallah ki, növbəti videoda həll olan maddənin kütlə payının test topsu üzrə izah eləyəcəm Allahın köməyi ilə.